Yarışı Gəncə şəhər Gənclər İdman və Turizm Baş İdarəsi, Gənclik və Məhsul İdman Cəmiyyətlərinin şəhər şuraları ilə birlikdə təşkil edib. Oyunlarda şəhərimizin 5 ali və 4 orta ixtisas təhsil məktəblərindən yalnız 3-ü iştirak edir. 2 həftə bundan qabaq keçirilən Respublika turnirində də Gəncə voleybol çuları 9 komanda arasında 6-cı yerə çıxıb. Bəs bunun səbəbini mütəxəssis necə izah edir? Bütün təhsil müəssisələrində bədən tərbiyəsi və idman sahəsində müəyyən işlər görülməlidir. Bunların nəticəsi də son gəlib bizim tədbirlərdə iştirak edib o nəticələrini göstərməlidirlər. Təsvirlər olsun ki, bütün təhsil müəssisələrində bu idman növlərini inkişaf elətdirilmir. Gələcəkdə belə idman növlərini inkişaf elətdirmək üçün müəyyən işlər görülməlidir. Əvvəlcə Təhsil İdman Mərkəzinin yetirmələri ilə Gəncə Dövlət Humanitar Kollecinin voleybolçuları qarşılaşdı və oyun 2-0 hesabı ilə mərkəzin xeyrinə sona çatdı. İkinci oyunda isə Gəncə Dövlət Universitetinin komandası Tibb Texnikumunu eyni hesabla məğlub etdi. Humanitar Kollecinin voleybolçuları isə Tibb Texnikumunun komandasına 2-1 hesabı ilə uduzdu.